Ya Əli, əgər insanlar bir kəsin dilindən qorxsalar, həmən kəs cəhənnəm əhlidir. Yəni, bir kəs var ki, insanlar onun dilindən qorxur, ağzından qorxur, deyir, işin olmasın, ağzını açma. Bir söz deyə bilmir ki, bunun ağzı açılar, mənim abrımı aparar. Deyir, bax, elə bir insan cəhənnəm əhlidir. Nə qədər təkan vericidir, nə qədər qorxuludur bu hal. Sonra buyurur ki, ya Ali, şərrun nas, mən əkraməhun nasu ittiqaə şərri. Dünyanın, deyir, insanlar arasında ən pis insan, ən şər insan o insandır ki, onun şərrindən amanda qalmaq üçün, qorunmaq üçün insanlar ona hörmət eləyir. Hörmət eləyirsən ki, ta ki, onun şərrindən amanda qalasan. Həzrəti Peyğəmbər buyurur ki, deyir, ən pis insan, ən şər insan o insandır ki, onun deyir, şərrindən qorunmaq üçün insanlar ona salam verər. Yəni, hörmət eləyir. Bax, bunlar əslində böyük həqiqətlərdən danışır bu hədislər və hər gün demək olar ki, bizim rastlaşdığımız mövzudur. Bu məsələlərə diqqət eləməliyik və dilin qorunması, dilin islah olunması nə qədər önəmli mövzudur. Və bu dil insanı çox sadə şəkildə cəhənnəm əhli eləyə bilər. Allah Teala bizi dilimizin şərrindən qorusun.